Araz bu gün həqiqətən əzmkar oyun göstərdi. Səncə nə çatmadı Uçal üçün? Belə deyərdim, oyuna pis başlamadıq. Sadəcə momentlərimiz var idi ki, hansı ki onlardan istifadə etməli idik. Yəni 3 xalı gətirən qolu erkən vurmaq istəyirdi. Yəni sadəcə sonluqda dəqiqlik çatışmır. Onun üzərində işləməli. Getdikcə də vaxtımız azalır. Onun üçün artıq tam ayılmalıyıq ki, 6-7 tur qalıb sona və xalları sıralamalıyıq ki, bu vəziyyətdən çıxaq. Əks halda yəni komanda daha aşağı gedir. Sonrakı həftə Mingəçevirlə çətin bir oyun gözləyir. Bu oyun haqqında nə deyə bilərsiniz? Yəni bütün o indiki vəziyyətimizdə bizim üçün bütün oyunlar final oyununa bərabərdir. Sadəcə bunu dərk eləmək lazımdır və buna uyğun oyuna çıxmaq lazımdır. Konsentrasiya və motivasiya. Yəni hər oyun kimi bu oyuna da çalışacağıq. Varımızdan hazırlaşaq və çalışacağıq. Həmişə bütün oyunlara gəlib özümüz çıxırıq. Sadəcə yenə deyirəm, bəzən şanssızlıqlar, bəzən özümüzün bəzən şanssızlıqdan daha rahat oluruq və qol vura bilirik. Bəzən özüm də başa düşmürəm.